Əziz qardaşlar, İslam inancına görə dinimizdə ən böyük sayılan günahlardan biri də möminlərin Allahın rəhmətindən ümidini kəsməsidir. Yəni, həqiqətən də bəsit bir hadisə kimi görsənsə də, dinimiz bu məsələyə çox ciddi yanaşır. Çünki Allah Taala'nın sonsuz xəzinələri vardır. Uca Rəbbimiz sonsuz qüdrət sahibidir. Əgər bir insan sıxıntı anına düşdüyü zaman Allahdan ümidini kəsərsə, yəni Allahla arasını açarsa, bu o deməkdir ki, həmin mömin şəxs Allahın xəzinələrinin fərqində deyil və yaxud da Allah Taala'nın sonsuz güc-qüdrət sahibi olmasını şübhə altına atmış olar. Ona görə də baxdığımız zaman bəzən başımıza sıxıntı gələ bilər, bəzən elə bir imtahan içərisinə düşərik ki, elə bilərik heç vaxt bu imtahandan çıxa bilməyəcəyik və yaxud da çox ağır bir hadisə ilə qarşılaşacağıq. Amma unutmayaq ki, əziz qardaşlar, hər şey Allah Taala'nın bircə dənə ol əmrinə bərabərdir. Bütün dünya bizə qarşı gələ bilər, amma Allah Taala əgər bizim yanımızdadırsa, onun bir ol əmri ilə bizə güc-qüdrət verər və biz hamıya qalib gələ bilərik. Ona görə də biz möminlərin üzərinə düşən ən birinci məsələlər odur ki, heç vaxtda Allahdan ümidimizi kəsməyək. Yəni, nə olursa olsun, hər zaman Allah Taala ilə bərabər olmağı bacaraq. Məsələn, Talaq surəsində çox gözəl bir ayət-i kərimə vardır ki, həmin ayədə belə buyurulur. Bismillahirrahmanirrahim. Və mən yətəvəkkəl alallah fəhuvə həsbu və mən yəttəqillah yəcəlləhu məxrəcə və yərzuquhu min hayfu la yəhtəsib. Sadaqallahul azim. Deyir, kim Allaha təvəkkül edərsə, yəni Allaha ümid bağlayarsa, Allahla arasını yaxşı tutarsa, Allah Taala deyir, ona hər çətinlikdən bir çıxış yolu göstərər və Allah Taala deyir, onu heç gözləmədiyi yerdən ruziləndirər və kim Allaha güvənərsə, Allah ona yetər deyə həqiqətən ayət-i kərimə çox böyük bir mənanı ifadə edir. Bu mənada dinimizin təməl sütunlarından biridir. Yəni, biz madəm ki, qəbul edirik, Allah Taala hər şeyə qadirdir, o zaman onun bu qadir oluşunu da hər zaman qəlbimizi yaşatmamız lazımdır. Necə ki, Peyğəmbərlər bunu yaşadırlar. Məsələn, baxdığımız zaman Həzrəti Yaqub Aleyhisselamın həyatından örnək götürə bilərik. Həzrəti Yaqub Aleyhisselam oğlunu, Həzrəti Yusuf Aleyhisselamı axtardığı zaman illər keçir, aylar ötür, onun övladları gəlirlər ki, atacan, artıq biz illərdir ki, onu axtardıq, gəl bu işimizdən əl çəkək, axı biz onu tapa bilməyəcəyik, yəni bu qədər axtarmağımıza dəyməz, həm yoruluruq, həm də artıq ümidimizi itirmiş şəkildə atalarına gəlir bu şəkildə irad bildirirlər. Amma Qurani Kərimdə keçən ifadə ilə desək, Həzrət Yaqub Aleyhisselam onlara çox gözəl bir cavab verir. Deyir ki, gedin, Yusifi axtarmağa davam edin, çünki Allahın rəhmətindən yalnız kafirlər əl çəkərlər, ümidini üzərlər. Yəni ki, kafirlərdən başqa heç kim, yəni möminlər heç vaxtda Allahın rəhmətindən ümidini kəsməzlər. Yəni biz nə qədər çətin vəziyyətdə olursa olun, həmişə Allahın rəhmətini ümid edin deyir. Məsələn, Həzrət İbrahim Aleyhisselamın həyatına baxdığımızda da bir öyüd nəsihət götürməyimiz mümkündür. İbrahim Aleyhisselam oda atıldığı zaman, yəni Nəmrud o atəşi düzəltdiyi zaman, İbrahim Aleyhisselamı o atəşin içərisinə mancanaqla atacağı zaman İbrahim Aleyhisselam o qədər böyük iman sahibi idi ki, o Allahdan ümidini kəsmədi. Yəni, göz görə-görə odun içinə gedəcəkdi. Allah Taala'ya deyə bilər ki, ya Rəbbi, mən sənin yolunda bu boyda çalışmışam, vuruşmuşam, indi sən məni atəşə atılmağıma belə deyək, göz yumursan deyə Allah əslində üsyan edə bilərdi. Amma bir peyğəmbərlik vəsifi olaraq o Allah Taala'ya dedi ki, ya Rəbb, mən sənə güvənirəm, sən mənə yetərsən. Ona görə də Allah Taala nə edir? Həmin o atəşi, həmin o tonqalı, böyük bir tonqal qurulmuşdu. Həmin tonqalı Həzrət İbrahim Aleyhisselam üçün güllük gülüstana çevirir, əziz qardaşlar. Və oradan da Allahın izni ilə qurtulmuş olur. Və yaxud da Həzrəti Yunus Aleyhisselamın həyatına baxa bilərik. Yunus Aleyhisselam etdiyi bir xətaya görə Allah Taala onu cəzalandırır və o dənizin ortasında bir balıq tərəfindən udulur. Yəni, Yunus Aleyhisselam bu şəkildə bir aqibətlə qarşılaşır. Yəni, normalda bir insan fikirləşər ki, artıq məni balıq udubdur, mən balığın qarnındayam, mənim buradan çıxmağım qeyri-mümkün bir məsələdir deyə fikirləşər və orada ümidini kəsərdi. Amma Yunus Aleyhisselam nə deyir? Ya Rəbbi deyir, biz özümüzə zülm etdik. Sən bizi bağışlamazsan, sən bizə mərhəmət göstərməzsənsə, şübhəsiz bizlər hüsrana uğrayanlardan olaraq deyə Allaha dua edir. Orada belə, yəni ən çətin momentdə belə Allahdan ümidini kəsmir və Allah Taala buna görə də onu o balığın qarnından çıxarır və beləcə ona da güc-qüdrət verir. Yəni onu da bir hörmət sahibi bir insan olaraq həyatının davam etməsini təmin edir. Daha sonra biz Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına baxa bilərik. Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdiyi zaman
ən yaxın dostu olan Həzrət Əbubəkir radiyallahu anhla bərabər Sevr mağarasına gedirlər. Sevr mağarasına çatdıqları zaman baxırlar ki, müşriklər də artıq bunları izini təqib edirlər və həmin mağaranın ağzına qədər gəlib çatırlar ki, Həzrət Peyğəmbəri öldürsünlər. Yəni, bu şəkildə bir istəklə acığın bir qövm olan müşriklər Həzrət Peyğəmbəri öldürmək üçün düz mağaranın ağzına qədər gəlib çatırlar. Orada Həzrət Əbubəkir radiyallahu anh narahat olur. Deyir, ya Rasulallah, mən vallahi deyir, özümün ölməklə qorxmuram, amma sənə nəsə bir şey olacağından çox narahatam deyə Həzrət Peyğəmbəri öz üzüntüsünü, sıxıntısını bildirir. Amma orada bir ayə nazil olur. Görün, təsəvvür əziz qardaşlar, orada bir ayə nazil olur. Deyir ki, qorxma, Allah bizimlədir deyə bu şəkildə bir ayə nazil olur. Yəni, ona görə də əziz qardaşlar, hətta ən çətin vaxtda belə Allah təala ora bir hörümçək torunu belə deyək ki, hörümçəyə əmr edir, ilham edir ki, ged oraya bir tor çək və hörümçək toru qurduğu üçün insanlar baxır ki, bu mağaranın ağzında tor qurulduğuna görə yəqin ki, oraya heç kim girməz. Çünki girsəydilər, o tor belə deyək ki, dağılmış olardı. Bu düşüncə ilə oradan müşriklər uzaqlaşır və ən dar momentdə, ən dar vaxtda belə Allah təala öz Peyğəmbərini müşriklərdən qurtarır. Ona görə də bizim də başımıza sıxıntılar gələ bilər. Bizim də elə vaxt olar ki, çıxılmaz bir vəziyyətə düşərik. Əgər Allahı haqqı ilə təvəkkül etməyi bacarırıqsa, o zaman Allah bizim duamızı qəbul edər və beləcə bizi də o vəziyyətdən, necə ki, Peyğəmbərlərini çıxartdı, bizi də bu şəkildə köməkli edər, əziz qardaşlar. Yəni, ümumiyyətlə, biz insan həyatına baxdığımız zaman da bu məsələlərin ümid məsələləri olduğunu görürük. Məsələn, bir uşaq düşünək ki, həmin uşaq gəzməyə çalışanda 200 dəfə, 300 dəfə yıxılır. Yəni, iməkləyir, durur ayağa, gəzir, yıxılır. Amma o heç vaxtı öz məqsədindən əl çəkmir. Yəni, heç bir uşaq görməzsiniz ki, bir dəfə yıxılandan, 2 dəfə yıxılandan sonra desin ki, mən artıq gəzməyə çalışmayacağam, çünki mən gəzə bilmirəm deyə düşünməz. 100 dəfə yıxılar, 200 dəfə yıxılar, amma nəticə etibarilə qalxar, o gəzməyi öyrənər. Biz insanlar da beləyik. Bəzən ola bilər ki, günahlarımız çox ola bilər, qəflətə düşə bilərik, namazdan biraz uzaqlaşa bilərik, dinimizin əmrlərini poza bilərik, amma biz də yıxıldığımıza baxmayaraq qalxmağı bacarmağımız lazımdır, ümidsizliyə qapılmamalıyıq. Məsələn, deyir, şeytan insanları 2 yolla aldadır, deyir. Birinci yolla o şəkildə aldadır ki, deyir, bir günah işlət, heç nə olmaz da, bu boyda ibadətin var, Allah səni bağışlayar deyə bir günah işlədir insana və həmin günahı işlədəndən sonra da qayıdır, deyir ki, sən günahkarsan, sən günah işləmsən, sən nə üzlə Allahın hüzuruna çıxıb namaz qılırsan deyə insana bu şəkildə vəsvəsə verir və beləcə həm günahla, həm də ümidsizliklə insana Allahın hüzurundan qovmağa çalışır, uzaqlaşdırmağa çalışır. Amma biz unutmamalıyıq ki, Allah Teala Quran-ı Kərimdə belə buyurur, deyir ki, ey mənim nəfslərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahdan deyir, ümidinizi kəsməyin, bilin ki, Allah Teala bütün günahları bağışlayandır, əziz qardaşlar. Yəni, hətta bugün ən böyük günaha belə istəsə bir insan, əgər haqqı ilə Allahla tövbə etməyə bacararsa, Allah Teala onun günahını bağışlayacağını bu şəkildə bildirmiş olur. Hətta bir dəfəsində deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gənc olur, yəni ölüm ayağında olan bir gəncin yanına gedir. Həmin gəncdən soruşur ki, yəni xəstə ziyarəti olaraq soruşur ki, yəni sənin halın necədir, vəziyyətin nədir, nə yerdədir deyə soruşanda, həmin gənc qayıdır ki, mənim deyir, 2 hal üzərəyəm deyir. Birinci deyir, günahlarıma görə qorxuram, amma ikinci olaraq da deyir, Allahın rəhmətini ümid etdiyimə görə biraz da rahatlayıram deyir. Bu zaman Peyğəmbər s.ə.v həmin gəncə qayıdır, deyir ki, sən doğru düşünürsən deyir, bu doğru düşüncədir. Yəni kim ki deyir, günahlarına görə qorxarsa, Allah Teala onu qorxduğu şeydən əmin eləyər, yəni qorxduğu cəhənnəmdən qurtarar. Kim də Allahın rəhmətini ümid eləyərsə, Allah Teala onu ümid etdiyi cənnətinə qovuşdurar deyə bu şəkildə Peyğəmbər s.ə.v bildirmiş olur. Ona görə də, əziz qardaşlar, baxdığımız zaman boş-boşuna da ümid etmək bir şey deyil. Məsələn, elə insanlar var ki, namaz qılmır, oruç tutmur, dindən, imandan xəbəri yoxdur. Deyir, yox, Allah məni bağışlayacaq, Allah məni cənnətinə qoyacaq deyə bu şəkildə Allahın rəhmətini ümid edir. Bu da düzgün bir şey deyil. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deyir, heç bir salih əməl etmədən Allahın rəhmətini ümid etmək, tarlaya bir şey əkmədən oradan məhsulun çıxmasını gözləməyə bənzəyir. Yəni, sən məhsul əkməmisənsə, oradan heç vaxtda sən məhsul gözləyə bilməzsən. Deyir, dünya da axirətin tarlasıdır. Ona görə siz də deyir, dünyada salih əməllər əkin ki, axirətdə onu biçə biləsiniz, onun məhsulunu görə biləsiniz, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Ona görə, əziz qardaşlar, sonunda Allah Teala'ya dua edək ki, Uca Rəbbimiz hər zaman bizim qəlbimizə ona bağlanmağı nəsib eləsin. Allah Teala'ya dua edək ki, hər zaman ən çıxılmaz vəziyyətdə olduğumuz belə, yəni imanımızın ən aşağı olduğu səviyyədə belə ümidimizi itirməmək üçün bizə güc-qüvvət ihsan eləsin.
və Allah dua edək ki, hər zaman belə deyək ki, ibadətlərimizlə, zikirlərimizlə, taatlarımızla imanı yuxarı səviyyədə saxlamağı bizlərə qismət eləsin inşallah. Ələ innə əhsənəl kələm və əbləğən nivam, kələmullahil məlikil əzizil ələm.